Davam edirik 39-cu test tapşırığı ilə. 39-cu test tapşırığında qeyd olunur ki, ana dilində və xarici dildə ünsiyyət. Baxın, ana dilində və xarici dildə ünsiyyət deyirsə, yəni ünsiyyət varsa, olacaq səriştə olaraq ünsiyyət. Öz fikirlərini ifadə etməyi və digərlərini dinləməyi bacarır. Bu da ünsiyyətlə bağlı olan səriştədir. Keçirik 40-cı tapşırığa. Deyir, müəllim şagirdlərini Vətən müharibəsində iştirak etmiş qazilərin görüşünü aparır. Məqsəd Vətən müharibəsində iştirak etmiş qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagirdlərə tanıtmaqdır. Bu fəaliyyət şagirdlərdə hansı səriştənin formalaşmasına və pedaqoji prosesin tələblərinin hansının xidmət etməsinə, reallaşmasına xidmət edir. Deməli, burada müəllim Vətən müharibəsi ilə aparırsa, belə deyim, şagirdləri aparır Vətən müharibəsində qazilərimizin görüşünə və yaxud da şəhidlər xiyabanına aparır. Bu zaman hansı formanı, səriştəni formalaşdırmış olur? Fəal vətəndaş mövqeyini formalaşdırmış olur və biz də belə, yəni Vətən müharibəsi ilə bağlı olan, şəhidlərlə, qazilərimizlə, vətənlə bağlı olansa, deməli bu şəxsiyyət yönümlüdür. Şagirdlər bir şəxsiyyət kimi formalaşdırmış oluruq bunun nəticəsində. 41. Təhsil alanlarda formalaşdırılan səriştələrdən biridir. Şagird öz vətənini sevir, dövlət rəmzlərinə hər vaxt, hər yerdə hörmət edir. Bilirik ki, bu deməli şagird öz vətəninə, dövlətçilik ənənələrinə, dövlət rəmzlərindən əgər söhbət gedirsə, bu olacaq Azərbaycançılıq ideyaları olacaq və bunu digər adı kimi siz milli dərk kimi də götürə bilərsiniz. 42-ci test tapşırığına baxırıq. Universitetin yataqxanasına başqa millətlərin nümayəndələrindən ibarət bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin bayramlara, geyim və qidalara münasibəti fərqlidir. Tələbələr onlardakı bu xüsusiyyətləri anlayışla qarşılayır və dostluq etməkdə məmnun olduqlarını hiss etdirirlər. Təbii ki, bu tələbələrdə nə var? Bu tələbələrdə mədəni müxtəlifliyə hörmət var. Cavab olacaq A variantı 42-də. Çünki yeni gələn tələbələri biz hörmətlə yanaşırıq. Onun dininə, irqinə, ləhcəsinə hörmətlə yanaşmış oluruq. Daha sonra var 43-cü tapşırığa baxırıq. Müəllim şagirdlərin dərs zamanı öyrəndiklərini təcrübə apararaq tətbiq etməklərini istəyir. Bunun üçün lazım olan avadanlıqların olduğundan müəllim bu prosesi asanlıqla reallaşdıra bilir. Demək ki, burada pedaqoji tələblərin hansı prinsipi daha çox gözlənilir? Deməli, burada cavab olacaq lazımi olan avadanlıqlarla təmin edir. Baxın, zəruri infrastruktur deyiriksə, bu da olacaq dəstəkləyici mühit və şagirdlərin tələbatına uyğun hərəkət etdiyi üçün şagird yönümlülük olacaq. 44. Müəllim tapşırır ki, şagirdlər istifadə etmədikləri məktəbli ləvazimatlarını ehtiyacı olan şagirdlərə göndərsinlər. Bu zaman müəllim hansı tələbləri yerinə yetirmiş olur və hansı səriştəni formalaşdırmış olur? Baxaq, burada müəllim bu belə deyim də, bu situasiyada müəllim şagirddə şəxsi və sosial məsuliyyətlə bağlı olan səriştəni belə deyim, şagirddə formalaşdırmış olur. Çünki mən demişdim ki, davranış qaydaları ilə hər hansısa bir humanistik ideyalar görürsünüzsə, məsələn, kiməsə hörmət etmək, kiməsə kömək eləmək, kiməsə yardım eləmək, yardıma ehtiyacı olana məsəl üçün kömək eləmək, bunu görürsünüzsə, bu zaman şəxsi və sosial məsuliyyəti götürəcəksiniz. Və bu da belə bir şəxsiyyət, yəni səriştəsi formalaşan şagird də necə olur? Bir şəxsiyyət kimi formalaşır. Ona görə şəxsiyyət yönümlülüyü olur. 45. Müəllim sinifə yeni gəlmiş şagirdə adaptasiya üçün sinif yoldaşlarına ona məktəbi tanıtması üçün deməli özləri haqqında məlumat verməsini tapşırır və birlikdə gəzinti təşkil edir. Müəllim burada sinifdə nə edir? Dəstəkləyici mühit yaradır və şagirdin sinifə adaptasiya olmasını, digər şagirdlərlə qaynayıb qarışmasını təşkil edir. Yəni, dəstəkləyici mühit yaradır, sağlam psixoloji mühit. 46. Müəllim dərs zamanı şagirdlərin İKT-dən istifadə etməsini təmin edir. Mən demişdim ki, İKT bacarıqlardır, texnologiyalardır. Bunlardan əgər istifadə etməyi təmin edirsə müəllim, demək ki, rəqəmsal savadlılığı təmin etmiş olur. Rəqəmsal savadlılığı səriştəsini şagirdlərə aşılamış olur. Bu da şagirdlərin tələbatına uyğun hərəkət edir deyə, yəni şagirdlərin tələbatı deyəndə 21-ci əsr bacarıqlardır ki, bunu biz şagirdlərə aşılamalıyıq. Bu da şagird yönümlülük olmuş olur.
47. Dinlərin toplum üçün dəyər olduğu, onların müxtəlifliyi, dini seçim mərhələsində tolerantlıq, dözümlülük nümayiş etdiririksə, mən demişdim ki, dini müxtəlifliyə hörmətdirsə, başqa ölkələrin nümayəndələrinə əgər hörmət olunursa, bu nədir? Mədəni müxtəlifliyə hörmətdir. Bəli, mədəni müxtəlifliyə hörmətdir. Bu da əgər belə bir şagird də formalaşırsa, bu səriştə də belə bir şagird də formalaşırsa, deməli bu şagird şəxsiyyət kimi yetişibdir. Cavab olacaq D variantı. 48. Müəllim şagirdlərin potensiallarını müəyyənləşdirmək məqsədi ilə müxtəlif təfəkkür növünə yönəlmiş tapşırıqlar verir. Bax, müəllim nə edir? Şagirdin potensialına uyğun hərəkət edir, potensialını nəzərə alır. Demək ki, burada şagirdlərin potensiallarını belə deyək də reallaşdırırsa, nəzərə alırsa, deməli burada nə var? Şagird yönümlülük var. Şagirdin tələbinə uyğun hərəkət edir müəllim. Sonra 49-cu test tapşırığına baxırıq. Şagird sinifdə hüquqları pozulduqda özünü müdafiə edə bilir. Deməli, bu nədir? Hüquqla bağlı olan səriştəmizdir ki, dövlət rəmzlərini digər ölkələrdə əcnəbilərə tanıdır. Bu deyil, bu fəal vətəndaş mövqeyidir. Milli kimliyin və milli iftixar hissi deməli, bu səriştəmizə aid olan bir bölmədir. Daha doğrusu gündəlik xərclərini düzgün istifadə edir. Bu səriştə isə maliyyə savadlılığını göstərir. Digər yoldaşların hüquqlarına hörmətlə yanaşır. Bax, burada hüquq sözü varsa, demək ki, hüquqla bağlı olan səriştədir. Cavab olacaq C variantı. 50. Müəllim mərhəmətli qismətini keçdikdən sonra şagirdlərdə mənəvi dəyərləri aşılamaq üçün onlara bir neçə problemli situasiya təqdim edir. Baxın, müəllim nə edir? Problemli situasiya təqdim edir. Demək ki, burada müəllim şagirdin problem həll etmə səriştəsini inkişaf etdirmiş olur. Formalaşdırmış olur ki, şagirdə problem həll etmə səriştəsidir. Bu da əgər bir şagirddə müstəqil şəkildə problem həll edə bilirsə və ya da problem həll etmə bacarığı varsa, deməli ki, bu şagird şəxsiyyət yönümlüdür. Bir şəxsiyyət kimi formalaşmış olub. 51. 51-də deyir ki, müəllim 28 may Respublika günü ilə bağlı tədbir keçirir və tədbirdə xalq rəqsləri də ifa edilir. Artıq burada şagird nə olacaq? Yəni şagirdə hansı səriştəni formalaşdıracaq müəllim? Demişdim ki, milli musiqilərdir, milli dövlət rəmzlərimizdir, adət-ənənəmizdir, dövlət rəmzlərimizdir. Bu əlamətdar günlər ki var, vətənlə bağlı olan, respublika ilə, dövlətlə bağlı olan, bunları nə götürəcəksiniz? Milli kimliyin dərki, vətəndaş mövqeyi və belə bir səriştədə formalaşmış şagird necə olur? Şəxsiyyət yönümlü olmuş olur. 51-də cavab olacaq C variantı. 52. Keçirilən kəsəgənin nəticələri sinifdə müzakirə olunmur. Bu da şagirdlərin problemlərinin həll olmasına mane olur. Müəllim hansı pedaqoji prinsipi pozmuş olur bu zaman? Bu zaman müəllim, baxın, şagirdin inkişafını dəstəkləmir. Şagirdin inkişafını dəstəkləmirsə, demək ki, müəllim burada fəaliyyətin stimullaşdırılmasıdır ki, şagirdin problemini həll etmir, şagirdə rəy vermir, istiqamət vermir, yol göstərmir. Deməli, burada şagird stimullaşmır. Fəaliyyətin stimullaşdırılması və inkişaf yönümlülükdür ki, nə şagird inkişaf eləmir, yəni gələcəkdə o səhvi bir də eləməsin deyə onun problemini sən izah eləməlisən. Nə də bir rəy, istiqamət, yol göstərmir. Ona görə fəaliyyətin stimullaşdırılması və inkişaf yönümlülüyü götürürük. 53. Müəllim şagirdi tapşırığı yerinə yetirmək üçün kütləvi informasiya vasitələrindən, internet resurslarından və kitabxanalardan istifadə etməsinə yönəldir. Deməli, müəllim belə bir şey, yəni bu tərzdə internet resurslarına, kitabxanalara yönəldirsə, müəllim burada şagirddə hansı səriştəni formalaşdırmış olur? Təbii ki, mən demişəm ki, informasiya savadlılığına yönəltmiş olur. Yəni, informasiya savadlılığı səriştəsini şagirddə formalaşdırır. Çünki, baxın, burada şagirdin müstəqil araşdırmasına, məlumat toplamağına yol göstərir. Belə deyim, şagirdin məlumat toplamasına, araşdırmasına, axtarmasına təmin edir. Yəni, onda bu səriştəni formalaşdırır ki, informasiya savadlılığı nədir? Araşdırmaq, məlumat toplamaq, kütləvi informasiya vasitələrindən istifadə etmək ilə məlumat toplamaq.
Ona görə şagirddə informasiya savadlılığını formalaşdırmış olur. Bu da təbii ki, şagirdlərin məqsədinə uyğun təşkil olunur deyə, yəni 21-ci əsr bacarığı deyin, şagirdlərin tələbatına uyğun təşkil olunur deyə 51-də E variantıdır. 54. Şagird dərsə gecikir. Müəllim şagirdə sinifə buraxır, lakin yerində əyləşməsinə icazə vermir. Demək ki, burada müəllim dəstəkləyici mühiti pozmuş olur. Sinifdə bir dəstəkləyici mühit yoxdur. Şagird o sinifdə özünü rahat hiss eləməz. Heç demək olar ki, o şagird o dərsdə iştiraki, belə deyim də, reallaşmayacaq. Çünki o dərsə gecikir, təsəvvür edin, müasir kurikulumda necə olmalıdır? Şagird dərsə gecikdi, müəllim dərsi pozmadan şagirdin yerinə keçib əyləşməsini təmin etməlidir ki, dərs pozulmasın. Burada nə edir müəllim? Burada isə bütün belə deyim, şagirdin dərs mühitini pozmuş olur. Sağlam mühit yoxdur orada. Demək ki, müəllim dəstəkləyici mühiti pozmuş olub. Müəllim tədris ilinin əvvəlində buzqıran strategiyasından istifadə edir. Buzqıran strategiyası demişdim ki, nədir? Buzqıran strategiyasından istifadə etməklə müəllim dəstəkləyici mühiti təmin etmiş olur. Buzqıran strategiyası nədir? Mən əvvəlki dərslərimizdə qeyd etmişdim ki, bunun açıqlamasını vermişdim geniş şəkildə. Buzqıran strategiyası odur ki, şagirdlər bu buzqıran strategiyası vasitəsilə bir-birini tanımış olur. Bir-birinin nələri xoşlayır, nələri sevir, nələri sevmir, bunların hamısını bir-biri haqqında məlumatlı olur. Bu zamanda şagird bir-biri haqqında, yəni bir-birləri ilə məlumatlı olduqda bunlar arasında konflikt olmur. Çünki artıq məsəl üçün mən yoldaşımın nəyi sevdiyini, nəyi sevmədiyini bilirəm. Necə bir xassiyyətli olduğunu bilirəm. Bu zaman bizim aramızda konflikt də olmur. Və sinif təhlükəsiz bir mühit olur. Sinifdə bir təhlükəsiz mühit olur. Təhlükəsiz mühit də nədir? Dəstəkləyici mühitdir və buzqıran strategiyası da varsa, deməli şagird bir-birindən ünsiyyət vasitəsilə bir-birini tanıyır. Buzqıran strategiyasında təbii ki, ünsiyyət vacibdir. Ünsiyyətdə olmalıdır, bir-birini tanımalıdır. Ona görə də bu ünsiyyət və dəstəkləyici mühitə uyğun gəlir. Daha sonra baxırıq biz 56-ya. 56-da deyir ki, Paralimpiya oyunları haqqında təqdimat edən şagird onda, deməli, sonda hər kəsin idmanla məşğul olma haqqı var fikrini səsləndirir. Bilirsiniz ki, Paralimpiya oyunları fiziki qüsurlu şəxslər üçündür və fiziki qüsurlu, fiziki, psixoloji, intellektual deməli, fərqlərinə görə nəzərə alınan insanlarda, yəni fərq qoyulmadan hər kəsin haqqı var deyir. Demək ki, bu nədir? İnklüzivlikdir və demokratiya və insan hüquqlarına hörmətdir. Çünki haqqdan, hüquqdan danışır və eyni zamanda fiziki qüsurlu şəxslərdən də nəzərə alınmasını deyir. Ona görə də bu olacaq A variantı. Demokratiya və insan hüquqlarına hörmət və inklüzivlik. 57. Buraxılış imtahanına hazırlaşarkən şagird dərs oxuyan zaman qeyri-ixtiyari olaraq telefona baxır. Bu hal bir neçə dəfə təkrarlanır və onun davamlı dərs oxumasına ciddi təsir edir. Diqqəti yayınır. Artıq telefondan istifadənin auditiyasinə çevrildiyinin fərqinə varır. Uşaq neyniyir? Demək ki, şagird texnologiya vasitələrindən düzgün istifadə eləmir. Yəni, telefondan düzgün istifadə etmir. Baxın, düzgün istifadə etmir. Demək ki, şagirddə nə yoxdur? Hansı səriştəyə malik olmadığını göstərir. Demək ki, şagird rəqəmsal savadlılığı yoxdur. Rəqəmsal savadlılığını keçəndə mən demişdim ki, İKT-dən, texnologiyadan səmərəli istifadə etməyi bilirsə, deməli rəqəmsal savadlılığı var. 58. Müəllim 5-ci, 6-cı siniflərdə şagirdləri araşdırma aparmaq üçün müxtəlif mənbələr təqdim edir. Həmin şagirdlər 8-ci, 9-cu sinifə çatanda müəllim mənbə təqdim etmədən araşdırma işi tapşırır. Deməli, burada şagird bir araşdırma edəcək və araşdırma edirsə, baxın, araşdırma sözünü demişəm ki, harada gördünüz, informasiya savadlılığını götürəcəksiniz və şagirdlərin tələbatına uyğun, bunu da şagirdlər edəcək deyə, bu da şagird yönümlü olur. Daha sonra 59. Müəllim şagirdin yeni yaratdığı layihəyə yoldaşlarını da cəlb etməyə sövq edir. Yoldaşlıq varsa burada nə var? Təbii ki, burada əməkdaşlıq var. Əməkdaşlıq var və burada şagird yönümlüdür. Dərs şagird yönümlü qurulub deyə, şagirdin marağına uyğun qurulub deyə cavab B variantı olacaq. 60. Müəllim mövzunun müxtəlif alətlərdən, qurğulardan istifadə etməklə, bax, zəruri infrastrukturdan istifadə etməklə dərsi izah edir. Baxın, alətlərdən, qurğulardan istifadə etməklə. Deməli, nə var burada? Dəstəkləyici mühit var.
Mövzu ilə bağlı şagirdlərə əlavə araşdırma varsa nə demişəm? Araşdırma varsa bu olacaq, deməli, müstəqil öyrənmə olacaq. Araşdırma həm müstəqil öyrənməyə aiddir, həm də informasiya savadlılığına aiddir. Bunu yadınızda saxlayın. Görürsünüz, burada informasiya savadlılığını verib, amma inkişaf yönümlülük uyğun gəlmir. Çünki inkişaf yönümlülük hər hansısa bir təhlil etməkdir. Təlim nəticələrinin əldə olunandan sonra təhlil etməkdir. Amma burada belə bir şey olmadığına görə, zəruri infrastrukturdan istifadə etdiyinə görə bunu biz dəstəkləyici mühit götürürük və müstəqil öyrənmə, araşdırma da həm müstəqil öyrənməyə, həm də informasiya savadlılığına aiddir. 60-da olur A variantı. 51. Ailə büdcəsinin qorunması üçün qənaətin vacib olması ilə bağlı şagirdlərin müzakirəsini təşkil edən müəllim şagirdlərdə hansı səriştələrin formalaşmasına və pedaqoji prosesin hansının reallaşmasına çalışır. Təbii ki, ailə büdcəsindən, pullardan, hesablamadan, xərclərdən söhbət gedirsə bu nə olacaq? Təbii ki, bu olacaq maliyyə savadlılığı olacaq. Maliyyə savadlılığı və bu da olacaq, yəni şagird yönümlülük. Çünki biz burada deməli A variantını götürə bilmərik. Düzdür, maliyyədir, amma təhsildə bərabər imkanlardan söhbət getmir. Burada bərabərlikdən söhbət getmir. Sadəcə ailə büdcəsinin qorunması üçün şagirdlərlə müzakirəni təşkil edir. Müzakirəni edən kimdir? Şagirdlər. Deməli 61-də olacaq D variantı. 62. Əməkdaşlıq, informasiya savadlılığı, şəxsi və sosial məsuliyyət. Müəllim düzgün yönəlməsi nəticəsində şagirdlər ümumi məqsədə çatmaq üçün birlikdə işləyirlər. Baxın, birlikdə işləmək varsa, bircə dəqiqə. Birlikdə işləmək varsa, qrupla iş, əməkdaşlıq, qrupla işdir, kollektivlə işdir, birgə işdir. Demək ki, bu nə olacaq? Əməkdaşlıq olacaq. Şagirdlərin təşəbbüsü ilə müəllim dəniz kənarında çirklənmiş ərazini təmizləmək üçün iməclik təşkil edir. Artıq iməclik təşkil edirsə, deməli bu nə olacaq? Şəxsi və sosial məsuliyyət olacaq. Deməli, qanunlardan, qaydalardan, davranış qaydalarından məlumat veririk. Yəni, necə olmaq lazımdır, ətraf mühiti necə saxlamaq lazımdır. Şagirdə bunları aşılamaq istəyirik. Ona görə də bu şəxsi və sosial məsuliyyətə gedəcək. 3-ə gedəcək B variantı. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək məlumat toplamaq yollarını bilirlər. Məlumat toplayırsa, araşdırırsa, araşdırma edirsə, bu da nədir? İnformasiya savadlılığıdır. C variantı. 1-ə A, 2-ə C, 3-ə B gedəcək. Baxın, görün belə bir variant. 1-ə A, 2-ə C, 3-ə də B. Cavab olacaq 62-də B variantı. Sonra 63. Bir dəqiqə. 63. 63-də nə deyir? Deyir ki, təhsil prosesinin təşkili uyğunluğu istəyir bizdən. Təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək, hüquq və vəzifə, pedaqoji tələblərdən baxırıq. Təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək təhsil alanın hüququdur, şagird yönümlülükdür. Bu doğrudur. Bura yanlış yazılıb deyə götürmürük. Təhsildə yoldaşları ilə əməkdaşlıq etmək demişdim ki, əməkdaşlıq varsa nədir? Vəzifədir. Ona görə də bu doğru yazılıb, yanlışdır. Ona görə götürmürük. Baxın, bura hüquq yazılıbdır. Yəni bu hüquq vəzifədir. Əməkdaşlıq varsa vəzifədir. İstər müəllimdə, istər şagirddə. Deməli, 1-2 olan variantları çıxsaq, yerdə qalacaq E variantı, cavabımız olur E. Deyir, şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırma təhsil verənin vəzifəsidir, təbii ki, doğrudur. Təhsil alanların fiziki və psixoloji zorakılıqdan qoruma təhsil verənin təbii ki də vəzifəsidir və bu da inklüzivlikdir. Doğrudur, cavab olacaq 3 və 4 E variantı. Sonra 64. Təhsil alanların bilavasitə mənafeyinin müdafiəsinə yönəlmişdir. Şagirdin şəxsiyyətinin formalaşdırmasına yönəlmişdir. Baxın, burada şəxsiyyətinin formalaşdırması deyəndə bəzən variantlarda çaşdırmaq üçün şəxsiyyət yönümlülük verirlər. Müəllimlər, diqqətli olun. Şagirdin şəxsiyyətinin formalaşmasına yönəlmiş deyirsə, demək ki, bu nə olacaq? Şagird yönümlülük olmuş olacaq. Çünki şagird yönümlülükdə belə bir şey var idi ki, təhsil alanların bilavasitə mənafeyinin müdafiəsinə yönəlir. Şagirdin şəxsiyyət kimi formalaşmasına yönəlir. 64-də A variantı olmuş olacaq. Sonra müəllimlər keçid alırıq 65-ə. Şagirdlər debatda iştirak etmək istəmirlər. Müəllim bu üsulun faydasını izah edir və şagirdlərin debata cəlb edir. Deməli, müəllim necə davranır? Təbii ki, müəllim şagird yönümlü davranır. Müəllim necə olmalıdır? Baxın, sizə bir şeyi açıqlayım. Müəllim əgər şagirdin nəyisə marağı yoxdursa, dərsdə iştirak etmirsə, nəyisə marağı yoxdursa, müəllim çalışmalıdır ki, onu dərsə cəlb etsin.
Əgər məsəl üçün müəllim deməməlidir ki, iştirak etmir, etməsin. Bu sözü deməməlidir. Niyə? Çünki müəllim şagirddə maraq oyatmalıdır. Müəllim şagirdi cəlb etməlidir. Hər hansısa bir üsullarla, vasitələrlə şagirddə maraq oyatmalıdır. Demək ki, biz onda nə edirik? Şagird yönümlü davranırıq. Şagird yönümlü prinsipinə əməl etmiş oluruq. Şagirddə maraq yaratmaq, şagirdə dərsə cəlb etmək, bunlar hamısı şagird yönümlülük olur. Daha sonra 66-ya baxırıq. 66-da deyir ki, şagirdlərin irəliləyişi qeyd edilir, dəyərləndirilir və səhvlərini düzəltmək üçün istiqamət verilir. Demişəm ki, istiqamət vermək varsa nə var? Burada fəaliyyətin stimullaşdırılması var. Cavab olacaq D variantı. Daha sonra 67. Müəllim şagirdlərin bilik və bacarıq səviyyələrini qiymətləndirəndə yalnız çətinlik dərəcəsi aşağı olan tapşırıqlar verir. Baxın, burada müəllim nə edir? Müəllim burada yalnız çətinlik dərəcəsi aşağı olan, burada bərabər yönümlülük prinsipini pozur. Niyə? İzah edirəm. Çünki müəllim bütün sinifə aşağı dərəcəli, çətinlik dərəcəsi aşağı olan tapşırıqlar verməməlidir. Hər bir şagirdin qavrama səviyyəsinə uyğun, yəni səviyyəsinə uyğun, bacarıq səviyyəsinə uyğun tapşırıqlar verməlidir. Müəllim, yəni yaxşı oxuyana da çətinlik dərəcəsi az olan, aşağı olan tapşırıq versə, onun bilik və bacarığını düzgün ölçmüş olmayacaq. Ona görə də müxtəlif yanaşmaq lazımdır. Və bacardığımız qədər, yəni zəif olan şagirdlərə öz səviyyəsinə uyğun, yaxşı oxuyanlara da öz səviyyəsinə uyğun tapşırıqlar verməliyik. Və biz əgər hamıya eyni tapşırığı veririksə, o zaman biz təhsildə bərabər imkanları pozmuş oluruq. 68. Vətən müharibəsində əldə etdiyimiz qələbələrdən yaşadığımız fəxr hissini canlı yaşatmaq üçün müəllim şagirdləri qənimətlər parkına aparır. Deməli, şagirdləri necə formalaşdırır müəllim? Bir şəxsiyyət kimi formalaşdırır. 68-də olacaq A variantı. Daha sonra 69-a baxırıq. 69-da qeyd olunur ki, şagird yönümlülük, bir də inkişaf yönümlülük, pedaqoji prosesin tamlığı. Şagirdlərin təhsil tələbatlarının ödənilməsinə, bax mən demişəm ki, təhsil tələbatlarının ödənilməsi, istedadlarının reallaşdırılması nə olacaq? Şagird yönümlülük olmuş olacaq. Pedaqoji prosesin təlim məqsədlərini kompleks şəkildə, nə deməkdir bu? Yəni, öyrədici, inkişaf etdirici və tərbiyə etdirici olmaqla kompleks şəkildə həyata keçirilməlidir. 3-ə gedəcək B variantı. Şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan, baxın, təhlilindən alınan nəticələr əsasında, belə deyim, verilən rəydir, fikirdir, şagirdi inkişaf elətdirir. Demək ki, bu nə olacaq? C variantı. 1-ə gedir A variantı, 2-yə gedir C variantı, 3-ə gedəcək B variantı. Cavab olacaq deməli 1A, 2C, 3B, B variantı. 69, B variantı. 70. Müəllim şagirdlərə Axundovun dini baxışları haqqında müzakirəyə hazır olmaları üçün araşdırma aparmalarını tapşırır. Burada nə var? Araşdırma aparmaq var. Araşdırma aparmaq varsa, demək ki, burada informasiya savadlılığı var və burada müzakirə var. Baxın, müzakirə, debat, bunlar nə demişəm? Demişəm ki, bu tənqidi təfəkkürdür. Cavab olacaq E variantı, tənqidi təfəkkür və informasiya savadlılığı. Sonra müəllim şagirdlərə vətən müharibəsi haqqında məlumat toplamağı tapşırır. Burada şagirdlər məlumat toplayacaq. Demək ki, burada şagirdlərdən nə olacaq? Məlumat toplamaq, araşdırmaq, araşdırma etmək, informasiya savadlılığı və şagird yönümlülük olmuş olacaq. Şagird yönümlülük də çünki burada artıq şagirdlər bir iş görəcək, şagirdlərin marağına uyğun, belə deyim, şagirdlərin tələbinə uyğun keçiriləcək, yəni şagirdlərin özü müstəqil şəkildə məlumat toplayacaq, ona görə şagird yönümlülük olur. 72. Fərdi fəaliyyət formalarını kollektiv fəaliyyət formasına çevirmək olarmı sualını səsləndirən müəllim, şagirdlərin bununla bağlı öz aralarında müzakirə var burada, səsləndirməyə çalışır və yol verdikləri səhvləri aradan qaldırmaq üçün istiqamət verir. İstiqamət vermək nə demişdim? Fəaliyyətin stimullaşdırılması demişdim. Bəli. Müzakirə aparmaqdakı, burada bir müzakirə olacaq kollektiv şəkildə. Baxın, kollektiv fəaliyyət, kollektiv şəkildə. Demək ki, burada əməkdaşlıq və fəaliyyətin stimullaşdırılması olacaq. 73. Müəllim şagirddə əsərdəki baş obrazın hərəkətinə münasibət bildirməyə tapşırır və Sokrat dialoqundan istifadə edir. Bu situasiyada müəllim, deməli, Sokrat dialoqundan istifadə edirsə, orada bir dialoq varsa nə olacaq? Orada bir dialoq varsa, təbii ki,
bir fikir, münasibət bildirmək, bir fikir yürütmək olacaq. Baxın, elə bax, hərəkətə münasibət bildirmək. Bir dəqiqə. Hərəkətə münasibət bildirmək var. Hərəkətə münasibət bildirəcəyik. Ümumiyyətcə, bir şeyə münasibət bildirmək, fikir bildirmək, onun haqqında bir fakt, fikir, dəlil, sübut irəli sürmək olacaq tənqidi təfəkkür. Tənqidi təfəkkür də olacaq şagird yönümlülük. Bu şeydən də şagirdlərdir. Ona görə də şagird yönümlülük olacaq. Şagirdlər bu işi təbii ki, müstəqil şəkildə edəcək. Ona görə biz şagird yönümlülük deyirik. 74. Müəllim dərsdə qruplarla işin təqdimatında hamının iştirakını təmin edir. Hamının iştirakını təmin edirəmsə, deməli mən nə edirəm? Burada deməli hamının iştirakını təmin edirəmsə, mən burada inklüzivliyi nəzərə almış oluram. Fərq qoymuram. Hər kəs üçün əlçatan eləyirəm və burada qrupla işləyirəmsə, kollektivlə iş, qrupla iş nə olacaq bu? Əməkdaşlıq olmuş olacaq. 74-dən C variantı. 75. Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Burada debat təşkil etmək varsa, demişdim ki, debat nədir? Debat təbii ki, tənqidi təfəkkür olacaq. Ancaq burada müharibə insan hüquqlarından, haqlarından söhbət gedir. Baxın, insan hüquqlarının, haqlarının pozulmasından. Demək ki, bu demokratiya və insan hüquqlarına hörmətdir və bu zamanda bunu da reallaşdıranlar, reallaşdıran şagirdlər, yəni haqqı, hüququ bilən, bu haqda fikir yürüdən, fikir mübadiləsi edən şagird necə olacaq? Şəxsiyyət kimi formalaşmış olacaq. Cavab olacaq 75-də E variantı. 76. Sinifə yeni bir şagird gəlibdir, lakin sinifə adaptasiya ola bilmir. Müəllim uşaqların problemini həll edəcəklərini düşünərək bu işə soyuqqanlı yanaşır. Demək ki, müəllim nə edir? Sinifdə dəstəkləyici mühit yaratmayıb müəllim. Sağlam psixoloji mühit yoxdur sinifdə ki, o uşaq o sinifdə özünü rahat hiss eləsin. 76-da olacaq C variantı. 77. Müəllim gündəlik planlaşdırmada dərsin məqsədini qeyd etmədən öyrənmə fəaliyyətini təşkil edir. Nəticədə alt standartların reallaşmasında çətinlik çəkir. Deməli, müəllim birini eləyib, birini eləməyib də. Yəni, müəllim planlaşdırmada edərkən dərsin məqsədini əgər qeyd etmirsənsə, dərsin məqsədini qeyd etmirsənsə, şagirdin mənimsənməsini necə təmin edə bilərsən ki? Yəni, birini eləyib, birini eləmir. İş tam deyil. Proses tam deyil. Demək ki, müəllim burada nə edib? Prosesin tamlığı prinsipini pozmuş olub. Cavab olacaq A variantı. 78. Müəllim dərs zamanı çox vaxt almasına baxmayaraq, küçürdün alınması reaksiyasını praktiki olaraq göstərmək üçün hər bir şagirdə şərait yaradır. Hər bir şagirdə şərait yaradırıqsa, dərsin hər bir şagird üçün əlçatan olmasını təmin edirik. Cavab olacaq D variantı. İnklüzivlik. Sonra baxırıq 79-a. Müəllim şagirdin dərs zamanı səs saldığını görüb, sinif yoldaşlarının yanında onu pərt edir. Bu sinifdə sizcə sağlam psixoloji mühit olarmı? Təbii ki, yox. Müəllim dəstəkləyici mühiti pozmuş olub. 80. Müəllim şagirdlərin yaradıcı tapşırıqlarını yerinə yetirməyə hazır olmadıqlarını müşahidə edir və israr etmədən şagirdlərə başqa tip tapşırıqlar təqdim edir. Demək ki, burada müəllim necə yanaşır? Şagird yönümlü yanaşır. Şagirdlərin tələbatlarını, istəklərini nəzərə alır, ona uyğun hərəkət edir. Şagird yönümlü dərs təşkil edibdir. Cavab olacaq B variantı. Belə müəllimlər, ümid edirəm sizin üçün asan olacaq.